xəstəxanalar, klinikalar, onu deyir ki, xüsusən Bolnisdən və Kromokartildən gələn onkoloji pasiyentlərin vəziyyəti fərqli olur. Onlardakı xəstəliyin mutasiyası fərqli səviyyədədir. Nəinki digər onkoloji xəstəliklər. Demək ki, burada həqiqətən də ətrafda bir çox kimyəvi maddələr müdaxiləsi var, torpağa, suya, havaya və insanlar bundan zərər çəkir. Bayaq dediyim kimi bir çox problemi görmürük. Havaya nə qədər zərər verir, suya nə qədər zərər verir, bunları görmürük, amma bu zərərlər var, görünməyən zərərlərdir və bunlar insanın sağlamlığına, yəni ən müqəddəs və böyük haqqına, sağlamlıq haqqına zərər verir. Çox qəribədir. Bugünkü günü məsələn Bolnis meriyasından bunu danışanda ki, niyə icazə verirsiniz və yaxud niyə yerli əhalinin haqlarını qorumursunuz, dəstək vermirsiniz? Təbii ki, onlar ilk növbədə deyir ki, bizim məsuliyyətdə deyil, bəli onların məsuliyyətində deyil, mərkəzdə, amma bu da yerli bələdiyyədir. Yəni yerli bələdiyyənin əsas funksiyası odur ki, burada yaşayan insanların, kəndlərin haqlarını qorusun, onların həyatını təmin etsin və inkişaf etdirsin.